Biz deyəndə ki, Elşad Miri Quran oxuya bilmir, Elşad Miri və onun tərəfdarları deyirlər ki, bu bir böhtandır. Böhtandırsa, buyurun, siz də baxın. Adam deyir ki, Quranda hərflər fərqli-fərqlidir. Yəni, məsələn, bizdə bir s hərfi varsa, ərəblərdə 3 dənə s hərfi var. Var sad, var sin, var fə. Bunların yerini dəyişsən, mənada küfr edərsən deyir. Lakin özünün Quran-ı Kərimi doğru oxumasını ispat etmək üçün gətirdiyi ayənin oxunuşuna baxanda adam dəyişdirir hərfləri. Allah Teala buyurur ki, yesəlunəkə anil məhid. Səndən heyz haqqında soruşurlar. Bu ayənin sonundakı kəlmədə dad hərfi var. Elşad onu belə oxuyur. Yesəlunəkə anil məhid. Yesəlunəkə anil məhid. Təsəvvür edin. Dəl hərfi qoyur, biraz da təyə oxşayır. Biz də ilə götürsək və ya dəl hərfi ilə götürsək, məna tamam başqa bir mənada olur. Yəni bunu biz özümüzdən demirik. Kiməsə böhtan atmaqdan da Allaha sığınırıq. Etiqad edirik ki, böhtan atmaq böyük günahlardandır. Elşadın öz oxuması ilə baxın. Bu insan Quran tərcümə eləyir, amma ərəb dilində Quranı doğru düzgün üzündən oxuya bilmir. Bu bir iftiradır, bu bir böhtandır. Baxın, acizcə bir Qurandan bir ayəni açıram. Orada ərəbcəsini oxuyuram sizə. Bismillahirrahmanirrahim. İzə ərsəlnə iləyhim usneyni fəkəzzəbuhuma fəəzzəznə bisəlis fəqalu innə iləykum mursəlun. Məsələn, deyək ki, Quran-ı Kərimin Bəqərə surəsinin 222-ci ayəsində. Və yəsəlunəkə ənil məhid. Və yəsəlunəkə ənil məhid. Və yəsəlunəkə ənil məhid.